İkinci Dünya Müharibəsi haqqında danışmaq istəyirəm. Deməli, İkinci Dünya Müharibəsində iştirak etmiş ölkələr Almaniya, İtaliya və Yaponiya bir tərəfdə, digər tərəfdə isə Fransa, İngiltərə və Rusiya olacaq. Eyni zamanda Amerikada müharibəyə sonradan qoşulacaqdır. Almaniya və İtaliyanın yaxınlaşması 1936-cı ildə baş vermişdi. Anti-Komintern paktı ilə isə Yaponiya ilə 1936-cı ildə Almaniya yaxınlaşmış və bundan sonra 1940-cı ildə Üçlük paktı, ondan bir il əvvəl, yəni 1939-cu ildə isə Polad paktı imzalanmışdı Almaniya və İtaliya arasında. Üçlük paktı isə Almaniya, Yaponiya və İtaliya arasında imzalanmışdı. 1939-cu ilin avqust ayının sonlarında isə Almaniya və SSR arasında Anti-Komintern paktı imzalanmışdı. Daha doğrusu Molotov-Ribbentrop paktı imzalanmışdı. Molotov-Ribbentrop paktına əsasən tərəflər bir-birlərinə 10 il hücum etməyəcəyinə dair söz vermişdilər. Polşanın bölüşdürülməsi haqqında da razılığa gəlmişdilər. Beləliklə 1939-cu ilin sentyabr ayının 1-də Almaniyanın Polşaya hücum etməsi nəticəsində Birinci Dünya müharibəsi başladı. İngiltərə və Fransa öz növbəsində Almaniyaya müharibə elan etsə də, fəal hərbi əməliyyatlara ilk dövrlərdə girmədilər. Ona görə də müharibənin ilk dövrü qəribə müharibə dövrü adlanır. Qəribə müharibə dövrü 1939-cu ilin sentyabrından başlayır və 1940-cı ilin mayına qədər davam edir. 1939-cu ilin sentyabrın sonunda SSR Molotov-Ribbentrop paktında göstərildiyi kimi bir çox əraziləri ələ keçirir və qış müharibəsi baş verir. 1939-cu ilin noyabrında başlamış qış müharibəsi 1940-cı ilin martına qədər davam etmişdi. Qış müharibəsinin nəticəsində SSR Finlandiyanı ələ keçirsə də, Finlandiya öz daxili müstəqilliyini qoruyub saxlamışdı. Daha sonra isə 1940-cı ildə Molotov-Ribbentrop paktında tutmalı olduğu əraziləri SSR tutdu. Yəni Latviya, Estoniya, Bessarabiyanı Rumıniyadan aldı. Eyni zamanda əvvəldən Finlandiyanı da tutmuşdu. Beləliklə 1940-cı ildə artıq Fransaya doğru Almanlar yaxınlaşmağa başladılar. Və 1940-cı ilin may ayında fransızların qurduqları Maginot müdafiə xəttini Almanlar yararaq Fransaya daxil oldular. Fransanın şimal hissəsi Hitler tərəfindən tutuldu. Fransanın cənubunda isə Marshal Petain başda olmaqla, Vichy şəhəri də başda olmaqla mühacir fransız hökumətindən ibarət deməli respublika quruldu. Vichy Respublikası quruldu. Fransa tutulduqdan sonra Böyük Britaniyaya doğru irəliləyən Alman qoşunları Dünkerk tərəfdə Belçika, Böyük Britaniya qoşunlarını mühasirəyə saldı. Lakin mühasirədən gözlənilmədən ingilisləri və Belçika qüvvələrini buraxdı. Hitlerin məqsədi burada o idi ki, ingilislərlə müqavilə imzalanmasına nail olsun və Avropada ən güclü rəqiblərindən biri olan ingilisləri deməli ona qarşı fəal hərbi əməliyyatlardan yayındıraraq SSR-yə hücumunu davam etdirsin. Baxmayaraq ki, Hitler söz vermişdi ki, SSR-yə hücum etməyəcək Molotov-Ribbentropda, lakin o SSR hücumunu da davam etdirəcək və 41-ci ilin iyunun 22-sində Barbarossa planına əsasən SSR-yə də hücum edəcək. Qırxıncı ildə Hitlerin Avropada tutduğu torpaqların içərisində Norveç, deməli Belçika, Hollandiya və Danimarka əraziləri də var idi. Bu ərazilər Fransadan əvvəl ələ keçirilmişdi. Artıq Avropada Hitlerə rəqib bir ölkə qalmışdı. Bu da İngiltərə idi. İngiltərəyə azad dünyanın son qalası da deyilirdi. Hitlerin məqsədi o idi ki, İngiltərə ilə döyüşərək onu həm sudan, həm də havadan
deməli hücumlara məruz qoyaraq ingilis qoşunlarını məğlub etsin və Amerikadan gələn köməyinin qarşısını, İngiltərənin Amerikadan gələn köməyinin qarşısını alsın. Lakin İngiltərə qoşunları çox güclü idi. Ümumiyyətlə Hitler İngilis qoşunlarını Dünkerkdə mühasirədən buraxmaqda çox böyük səhvə yol vermişdi. Və ingilislər almanlara qarşı tarixdə ilk dəfə radarlardan istifadə edəcək. İndi də bu zamanda almanlar böyük strategik məğlubiyyətə uğrayacaqlar. Və bu vaxt İngilis hərbi qüvvələrinin başçısı Churchill idi. İngiltərənin idarəçisi Churchill idi. Böyük Britaniyanın müqaviməti almanları məcbur etdi ki, bir çox cəbhələrdə vuruşsun. Və almanlar istəyirdi ki, sualtı gəmilərdən istifadə edərək onları məğlub etsin. Lakin buna da nail ola bilmədi. Atlantik okeanındakı döyüşlər almanların istədiyi nəticəni vermədi. 1940-41-ci illərdə Avropadakı hərbi əməliyyatlarla yanaşı Afrikada da hərbi əməliyyatlar gedirdi. Afrikadakı hərbi əməliyyatlarda İtaliya qoşunları bir çox əraziləri ələ keçirmişdilər. Belə ki, onlar Eritriyanı ələ keçirmişdilər, Afrikanın şimali qərb hissəsini, Efiopiyanı, Misir ətrafındakı əraziləri, Liviyanı ələ keçirmək üzrə idilər. Lakin Sudanı da eyni zamanda. Lakin İtaliyanın Afrikadakı qələbələri çox sürmədi. Belə ki, İngilis qoşunları 1941-ci ildə İtalyan-Alman qüvvələrini Afrikada məğlubiyyətə uğratdı. 1941-ci ildə Yugoslaviya və Yunanistan da təslim oldu faşistlərə. Beləliklə İngilislərin Balkanlarda mövqeyi zəiflədi və İngilis qoşunları Balkanlardan geri çəkilərək Misirə doğru getməyə məcbur oldular. 1940-cı ildə Üçlər Paktı bildiyimiz kimi imzalanmışdır. Burada Almaniya, İtaliya və Yaponiya iştirak edirdi. Müqaviləyə əsasən tərəflər bir-birinə yardım etməli idilər və müqavilə 10 il ərzində fəaliyyətdə qalmalı idi. Eyni zamanda SSR-yə də Üçlər Paktına qoşulmaq təklifi göndərilsə də SSR bu təklifi qəbul etməmişdi. Amma daha sonralar Macarıstan, Rumıniya və Bolqarıstan faşistlərlə əməkdaşlıq etməyi öhdələrinə götürmüşdülər. Lakin müharibənin sonuna qədər əsasən döyüşən tərəflər Yaponiya, Almaniya və İtaliya olaraq davam etdi. Avropadakı üstünlüklərdən sonra, baxmayaraq ki, Afrikada müəyyən uğursuzluqlar əldə etmişdi Hitler, 1941-ci ildə artıq SSR-yə doğru yaxınlaşdı və 1941-ci ilin yay ayında, yəni iyunun 22-sində Hitler SSR-yə hücum etdi. İlk dövrlərdə Sovet qoşunları uğursuzluğa düçar oldular və Hitler bir çox əraziləri tutaraq Stalingrada qədər gəlib çatdı. Hitler Stalingrada qədər gəlib çatmışdı. 1941-ci ilin dekabrında Moskva ətrafında Almanlarla Ruslar arasında baş vermiş döyüşdə Almanlar böyük məğlubiyyətə düçar oldular və bu məğlubiyyətdən sonra ildırım sürətli müharibə planı boşa çıxdı. Əslində Barbarossa planına əsasən qışa qədər onlar Arxangelsk limanına çatmalı idilər Almanlar. Lakin onlar buna nail ola bilmədilər. 1942-ci ilin qışında isə Stalingradda döyüşə girdilər Ruslarla yenidən. Stalingrad döyüşləri bir neçə ay davam etdi. Həmin döyüşün nəticəsində Avropada əsaslı dönüşün əsası qoyuldu. 1943-cü ildə isə Kursk döyüşündə əsaslı dönüş anti-Hitler koalisiyasının xeyrinə başa çatdı. 1941-ci ilin martında Amerika Lend-Liz haqqında qanun qəbul etdi.
Həmin qanuna əsasən 1935-ci ildə qəbul edilmiş bitərəflik haqqında qanundan Amerika əl çəkdi və ona vacib olan, müdafiəsi ona vacib olan ölkələrə yardım edəcəyini öz öhdəsinə götürdü. Bu ölkələrdən Böyük Britaniya və SSR-ni göstərmək olardı. 1941-ci ilin avqust ayında Böyük Britaniya və Amerika Atlantika xartiyasını imzaladılar. Müqavilə Atlantik okeanında bir gəmidə imzalandığına görə bu cür adlandırılmışdır. Atlantika xartiyasında göstərilirdi ki, hər iki dövlət bir-birlərinə qarşı dövlət başqa əraziləri işğal etmək niyyətləri yoxdur dövlətlərin. Eyni zamanda xalqlar öz müqəddəratını həll etmək hüququ var, təcavüzkar tərk silah ediləcək və bütün dövlətlərin hərbi qüvvə istifadə etməkdən imtina etməsi də burada qeyd olunurdu. Müharibə dövründə Türkiyə bildiyimiz kimi özünü bitərəf elan etmiş, boğazları müharibə edən ölkələr üçün bağlamışdı. Türkiyənin özünü bitərəf elan etməsi döyüşən dövlətlərin qoşunlarını İrana yeritməsinə səbəb oldu. İran hökuməti bu fikirlə razılaşmamasına baxmayaraq, yenə də müttəfiqlər öz qoşunlarını İrana yeritmək fikrindən əl çəkmədilər və 1941-ci ilin avqust ayında müttəfiq qoşunları İrana yeridildi. Şimal hissəsi Sovetin, cənub hissəsi isə Amerikanın işğal zonasına çevrildi. Beləliklə, İran ərazisi müharibə meydanına çevrildi və 1941-ci ilin dediyim kimi avqustunda İran ələ keçirildi. Şimalını Sovet qoşunları, cənubunu isə İngilis qoşunları öz nüfuz dairələrinə böldülər. 1941-ci ilin dekabrında Amerika qoşunlarının Havay adasında yerləşən hərbi bazası Yapon qüvvələrinin tərəfindən qəflətən bombardıman edildi. Beləliklə, Amerikada müharibəyə qatılmış oldu. Bu hadisədən sonra 1941-ci ilin 42-ci ilin yanvar ayında bir müddət sonra Amerika, SSR və Böyük Britaniya Atlantika xartiyası əsasında Birləşmiş Millətlərin bəyannaməsini imzaladılar. Bəyannaməni 26 ölkə imzalamışdı və burada müharibədən sonra qurulacaq qaydalar haqqında razılaşmalar əldə olunmuşdu. Və 1941-ci ilin avqust ayında yaradılmış Anti-Hitler koalisiyası, Amerika və Böyük Britaniyadan ibarət olan koalisiya, Anti-Hitler fəaliyyətini daha da gücləndirəcəkdi sonralar. Stalingrad döyüşü haqqında danışdım. İndi isə Sakit Okeandakı hərbi əməliyyatlardan danışmazdan əvvəl 1942-ci ildə Almaniyanın üstünlüyü haqqında məlumat verək. Demək, bütün 1942-ci ildəki hərbi əməliyyatlar ümumilikdə faşist blokunun üstünlüyü kimi götürülür. Artıq Amerikada müharibəyə qoşulduğuna görə 1942-ci ildə Mərcan adalarında və Marshall adalarında Midway adalarında döyüşlər baş verəcək. 42-ci ilin yayında faşistlərlə və Yaponlarla Amerikalılar arasında Sakit Okeanda Mərcan adalarındakı döyüş Amerikalıların qələbəsi ilə başa çatdı və Yaponiyanın Avstraliyanı işğal etmək fikrinin boşa çıxmasına səbəb oldu. Daha sonra isə Midway adalarında da döyüşlər Yaponların məğlub olmağına səbəb oldu. Şimali Afrikadakı əməliyyatlarda da İtalyan-Alman qoşunları məğlub edildi və bu döyüş isə Əl-Alamein döyüşü adlanır ki, bu da 1942-ci ildə baş vermişdi. 1943-cü ildə isə
1943-cü ildə isə müttəfiq qoşunları Siciliya adasına çıxarıldı. Siciliya adasında Hitlerin müttəfiqi olan Mussolini həbs olundu və beləliklə İtaliyanın da müharibədə məğlubiyyətinə səbəb oldular. ...1942 və 1943-cü illərdə baş vermiş hərbi əməliyyatlardan sonra 1943-cü ildə Qafqazda Qaraçay türklərini, 1944-cü ildə Çeçen, İnquş və Balkar türklərini, Kalmıkları, Krım tatarlarını, Gürcüstandan isə Axıska türklərini Sovetlər sürgün etdilər. Sürgün olunmanın səbəbi o idi ki, həmin ölkələrin faşistlərlə əməkdaşlığını, həmin xalqların daha doğrusu faşistlərlə əməkdaşlıqda günahlandırırdılar. Eyni zamanda 1942-ci ildə Amerikada Rooseveltin verdiyi qərara əsasən Amerikadan da bir çox deməli Yapon vətəndaşı sürgün olunmuşdu. 1943-cü ildə tərəflər Tehran konfransında görüşdülər. Burada əsas qalib dövlətləri idi. Yəni görüş qalib dövlətlərin görüşü idi. Amerika, SSR, bir də Böyük Britaniyanın baş naziri Churchill, Amerikadan Roosevelt, SSR-dən isə Yosif Stalin görüşmüşdü və Tehran konfransı baş tutdu. Tehran konfransında əsas məqsəd o idi ki, növbəti cəbhə harda açılsın. Çünki artıq əsaslı dönüş başa çatmışdı, əsas hərbi əməliyyatlar başa çatmışdı və Almaniya məğlub olmaq üzrə idi. Ona görə də tərəflər danışığa gəldilər ki, növbəti cəbhə 1944-cü ildə Fransadan açılsın. Və bütün 1944-cü il ərzində Fransa ərazisi azad olundu. Eyni zamanda SSR-nin qərb sərhədləri də faşistlərdən təmizləndi. 1945-ci ilin aprel ayında növbəti əməliyyatlar olacaq. Bu artıq Almaniyanın təslim olması demək idi. 1945-ci ilin fevral ayında isə Yaltada Krım konfransı keçirildi. Krım konfransında yenə də qalib dövlətlər iştirak edirdilər. SSR, İngiltərə, ABŞ iştirak edirdi və onlar gələcək planlar haqqında danışırdılar. Gələcək planlarda Almaniyanın necə də danışıqsız təslim olmasından, SSR-nin qərb sərhədlərinin tanınmasından, eyni zamanda SSR təklif edirdi ki, mən Yaponiyaya, sizin istəyinizlə Yaponiyaya müharibə elan edəcəyəm. Amma bunun əvəzində mənə Kuril adalarını, Mancuriyanı, Cənubi Mancuriyanı, Saxalini və Port Arturu, hansı əraziləri ki, SSR Rus-Yapon müharibəsində itirmişdi, həmin əraziləri mənə qaytarın. Beləliklə, azad olunmuş Avropa haqqında bəyannamə və Birləşmiş Millətlər Təşkilatının gələcək iş qanunları da, iş qaydaları da Krım konfransında müəyyən olundu. Və 1945-ci ilin may ayının 8-nə qədər, apreldən may ayının 8-nə qədər Almanların təslim olması haqqında, yəni təslimatı aparan növbəti Berlin əməliyyatı başladı. Berlin əməliyyatı müttəfiq qüvvələrin qələbəsi ilə nəticələndi və may ayının 8-dən 9-una keçən gecə tərəflər Berlinə daxil oldular. Müttəfiqlərin Berlinə daxil olması Almaniyanın təslim olması demək idi. Və 1945-ci ilin avqust ayında Almaniyanın təslim olunması haqqında Potsdam konfransı imzalandı. Potsdam konfransına əsasən Alman deməli rəhbərləri hərbi tribunala veriləcəyi idi və Berlin əməliyyatında Hitler özünü öldürmüşdü. Bunu da deyək, aprel ayının 30-unda
Almaniyanın rəhbərləri hərbi tribunala verilmişdi. Almaniyanın əraziləri 4 dövlət arasında bölüşdürülməli idi. Fransaya da ərazi bölgüsü ayrılacağına söz verirdilər tərəflər. Eyni zamanda Almaniya təzminat ödəməli idi. Rəhbərlərinin hərbi tribunala veriləcəyini dedim, ərazisi bölünəcəkdi və Almaniya təslim olurdu. Lakin Potsdam konfransı ilə müharibə bitmədi. Müharibə Yaponiyanın təslim olması ilə bitəcək. Belə ki, sentyabr ayında Yaponiyada Yaponiyada təslim olacaq. Bu isə Amerikada yerləşən Misir xətt gəmisində olan razılaşmaya əsasən baş verəcək. Avqust ayının 6-sı və avqust ayının 9-u 1945-ci ildə Amerikalılar Yaponiyaya atom bombası atırlar. Atom bombaları Hiroşima və Nagasaki şəhərlərinə düşür. Beləliklə, dünya tarixində ilk dəfə olaraq Yaponiya ərazisində atom bombası atılır və həmin ərazilər insan yaşaması üçün lazımsız bir vəziyyətə gəlir. Minlərlə insan həlak olur və orada həyat dayanır. Beləliklə, dediyim kimi, 1945-ci ilin sentyabr ayının 2-sində Yapon qoşunları təslim olur və Misir xətt gəmisində müqavilə imzalanır. Həmin müqavilənin şərtlərinə əsasən müharibə başa çatır və beləliklə 2-ci Dünya müharibəsi başa çatdı. Müharibə dövründə 70 milyon insan həlak olmuşdu. Bəşər tarixinin ən qanlı hadisələrindən biri idi. Müharibədə 60-dan çox ölkə iştirak etmişdi. Müharibənin xərcləri 4 trilyon dollara çatmışdı. Nəticədə müharibə Qərbi Avropanın dünya sivilizasiyasında rolunu zəiflətmişdi. SSR və Amerika müharibədən sonra dünyanın əsas güclərinə çevrilmişdi. Asiya və Afrikada müstəmləkəçilik əleyhinə hərəkat güclənmişdi və beləliklə kapitalist və sosialist hissələrə bölünür dünya, amma bundan sonra da dünyada sabitlik qorunmur və 46-cı ildən 1991-ci ilə qədər SSR-nin dağılmasına qədər dünyada soyuq müharibə dövrü baş verəcək. İzahımız bu qədər. Sağ olun.